Bir dənə mənə əsl can ətini göstərə bilərsiniz? Çoxlarının adını eşidib özünü görmədiyi can əti əslində necə olur, neçə olur, heyvanın harasında olur? Diqqətlə baxın görəcəksiniz. Deməli, həftə sonu xalqlar tərəfdə ət məhsulları mağazası açıldı. Hər növ ət məhsullarının satıldığı bu məkanda əsas məsələ qiymətlərdir. Bazar qiyməti 23-24 manatdır quzu ətinin. Burada 21-50-yə verirlər. Dana əti hər yerdə 18-19-dur deyir, bizdə 17-yədir. Mağazada həm hissə verilmiş, həm də klassik balıqlar satılır. Çupra bazarda 19 manatdır bugün, burada 17 manatdır. Farel 13 manatdır hər yerdə, 13-ə 14-ə. Burada 11 manatdır. Gəlin sizə toyuq məhsullarının qiymətlərini də göstərim. Pətəni 6 manat, içalat ciyər 2 manat 50 qəpik. Bu qanaddır 6 manat, buğd 6 manat, bütöv çolpa 12 manat, 3 manata bildirçin. Bonus kartları var burada mağazada. 1% bonus yığılır, 100 manata 1 manat. Yeri gəlmişkən ət alıb yerindəcə kabab da bişirtdirə bilərsiniz. Kilosunu 4 manata bişirirlər. Mağazanın ət və ət məhsullarından ibarət bax belə səbətləri də mövcuddur. Adına Ordubat səbəti deyirlər. Burada hər ailənin büdcəsinə uyğun səbət yığdırmaq mümkündür. Və şəxsən özüm üçün çox maraqlı məqam. Can ətinin adını tez-tez eşidirik. Amma bilirsiniz də, əksər restoranlar can əti vermir. Sadəcə adını yazır. Bir dənə mənə əsl can ətini göstərə bilərsiniz? Əsl can əti budur bax. Bundan heyvanda neçə dənə olur? Bellin içində 2 dənə olur bundan. Bunun kilosu neçə olur? 30 manatdır. Burada 28-ə qoyulub. Can əti harda olur? Belin içində olur. Bax can əti bax burada olur. Bax görürsüz? Mağazanın çatdırılması da mövcuddur. Bura 8-ci kilometr Elşən Süleymanov 94 ünvanında yerləşir. Dostlar, kanalıma abunə olmağı və bol-bol şərhlər yazmağı unutmayın. İzlədiyinizə görə təşəkkürlər.